Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevi şantaj etməkdə ittiham olunan rayon sakini 1987-ci il təvəllüdlü Elçin Babayevin cinayət işinə baxılıb. Telegrafın əldə etdiyi xəbərə görə Elçin 15 sentyabr 2023-cü ildə saat 8:00 radələrində Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoruna məktub yazıb, ondan 16.000 manat məbləğində pul istəyib, ilk əvvəl Zavod yolu adlanan ərazidəki zibillikdən tapdığı patronu da zərfə qoyub. Babayev məktubu Şəmkir rayon Mərkəzi Xəstəxanasının giriş qapısındakı mühafizəçiyə verib, onu həmin xəstəxananın baş həkiminə təqdim etməsini istəyib. İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 182.2.4 xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə, 228.1 qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, saxlama və daşıma və ya gəzdirmə maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babayev özünü təqsirli bilib. O bildirib ki, 15 sentyabr 2023-cü ildə içərisində bir yazılı vərəq və ya boş güllə olan zərfi Şəmkir rayon Mərkəzi Xəstəxanası mühafizəçisinə verib, onu xəstəxananın baş həkiminə çatdırılmasını istəyib. Mühafizəçi məktubu çatdıracağını dedi. Bundan sonra həmin gün axşam saatlarında Şəmkir rayon polis şöbəsinin əməliyyat müvəkkilləri yaşadığım evə gəldi, məni polis şöbəsinə apardılar deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs verilmiş sualları cavabında bildirib ki, məktubda baş həkimdən 16.000 manat pul tələb edib. Pulu verməyəcəyi təqdirdə xatırladığım qədər ilə onu cəzalandıracağımı və yaxud öldürəcəyimi yazmışam. Əvvəllər Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimini tanımamışam. Mənim qardaşımın xəstəliyi ilə əlaqədar sənədləri olsa da ona pensiya təyin etməyiblər. Bununla bağlı 2 il müddətində müraciətlərimizə müsbət cavab verilməyib. Mən də həmin 2 il müddətində qardaşıma təyin edilməyən pensiyanın məbləğini təxminən hesablamışam və onu baş həkimdən tələb etmişəm. Sözü gedən məktubu yazmışam, onu Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkiminə göndərən zaman içkili olmuşam. Zərfin içərisində güllə, Kalaşnikov avtomatının istifadə olunmayan gülləsidir. Həmin gülləni mən tapmışam və tapan zaman onun içərisində barıt olmayıb. Həmin güllənin baş hissəsində ip keçirərək özümdə saxlamışam deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxsin məhkəmə və ibtidai istinaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər müəyyən edilib. Babayev ibtidai istinaq zamanı verdiyi ifadəsində göstərib ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir, bununla əlaqədar müalicə almayıb. Psixi cəhətdən özümü sağlam hesab edirəm. Rəsmi olaraq işləmirəm. Fərdi əməklə məşğul oluram, zərərçəkmiş şəxsi qiyabi tanıyıram, onunla aramızda düşmənçilik və ya ədavət olmayıb deyə o ifadəsində göstərib. Təqsirlənən şəxsin sözlərinə görə həkimə məktub yazmağı hadisədən təxminən 3-4 gün əvvəl yaşadığı ünvandaca ağlına gəlib. Həmin məktubu onu öldürəcəyimi bildirərək pul tələb etməyi qərara aldım. Məktubu yazdım, yaşadığım evdən çarpayının altına qoydum. Növbəti gün saat 8 radələrində həmin məktubu zərfə qoyaraq aparıb xəstəxananın mühafizəçisinə verdim. Zərfi Elçin həkimə çatdırılmasını xahiş etdim. Mühafizəçi zərfi alıb onu həkimə çatdıracağını bildirdi. Mən də bundan sonra həmin ünvanı tərk edərək yaşadığım evə qayıtdım deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçin Əliyevin sözlərinə görə Şəmkir rayon mərkəzi xəstəxanasında baş həkim vəzifəsində işləyir. Təqsirləndirilən Elçinlə tanışlığımız onun qardaşının xəstəliyi səbəbindən olub. Təqsirləndirilən şəxs qardaşının psixoloji problemlərinin olduğu üçün çox sayda iynə udması ilə bağlı bizə müraciət etmişdi. Lakin biz qarın boşluğunda çox sayda iynə olduğu üçün əməliyyat edə bilmədiyimizi bildirdik. Onu Bakı şəhərində yerləşən xəstəxanaya göndərdik. Bundan sonra təqsirlənən şəxs qardaşı müalicə olunaraq rayona qayıtdı. Onun səhhəti ilə bağlı Elçinin anası yanıma gəlib gedib. Mən də Elçinin qardaşının səhhəti ilə bağlı daim tövsiyələrimi vermişəm. Münasibətlərimiz də yaxşı olub. Eyni zamanda təqsirlənən şəxsin qardaşının əlillik dərəcəsi alması üçün psixiatriya xəstəxanasında müalicə almalı olduğunu bildirmişəm. Ailəsi də bununla razılaşıb mənə təşəkkür edib. Hadisə baş verən gün işə gəldim. Xidməti otağımın qapısını açanda katibə mənə bir ədəd zərif verdi. Mən də zərifi götürdüm. İçərisində vətəndaşlar olduğu üçün açmadım. Zərifdə qabarıqlıq olduğunu gördüm. Lakin içərisində elektron imza olduğunu ehtimal etdim. Daha sonra zərifin üzərindəki yazıya diqqət edən zaman onun üzərində baş həkim sözlərinin yazıldığını gördüm. Bunun rəsmi yazı olmadığını dərk etdim. Daha sonra sözü gedən məsələ ilə bağlı polis orqanlarına müraciət etdim deyə o ifadəsində göstərib. Zərərçəkmiş şəxs bildirib ki, zərifi açdıqda onun içərisindən bir ədəd məktub, bir ədəd patron olub. Məktubun içərisində xatırlamadığım banka məxsus kart hesabı qeyd olunmuşdu. Bir ay müddətində həmin hesaba 16.000 manat məbləğində pul ödəməyəcəyim təqdirdə mənə ağır cəzanın gözlədiyi qeyd edilmişdi. Təqsirləndirilən şəxs tərəfindən zərfə göndərilmiş patron dolu yaxud boş olması barədə məlumatım olmayıb deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Bu hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi 1-ci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını, buna əsas olmadığı halda Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsinin tətbiq edilməsini və təyin olunmuş cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsini xahiş edib. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. Məsələni araşdıran hakimlər heyəti qərar elan edib. Qərara görə şikayət qismən təmin edilib və təqsirləndirilən şəxsin cəzası 3 ilə endirilib.